Orta molyar kütləsi 15 qram mövsüm mol olan N2 və H2-dən ibarət 12 mol qarışıqda reaksiya tam gedərsə, alınan amonyakın mol sayını tapın deyir. Deməli biz bu reaksiyada başlanğıc molyar kütlə 15 qram mövsüm moldur, ümumidə 12 moldur. Biz hərəsindən neçə mol olduğunu tapmalıyıq. Orta molyar kütlənin düsturundan M orta bərabərdir M1 nü1 üstəgəl M2 nü2 nü1 üstəgəl nü2. Deməli ümumi mol sayı 12-dir. Bərabərdir 15. O da bərabərdir. Deməli hidrogen azotdur. Birini X götürəcəm. Azotu X mol götürək. Hidrogeni Y mol. 28 X üstəgəl. Hidrogenin molyar kütləsi 2-dir. Buraya yazacağım 12 çıx X. Çünki bunun Y-dırsa, X-dən Y-ın cəmi 12-dirsə, 12-dən X-i çıxanda Y alınacaq. Çünki bunların cəmi bizə 12 verib. Bölünsün 12. Deməli bu tənlikdən həll etsək X bərabərdir 6 çıxır. Deməli azotdan 6-dır. Cəmi 12 mol olduğuna görə hidrogen də 6-dır. Biz bilirik ki, hidrogendən 6 mol reaksiyaya girəndə azotdan 2 mol gələcək. 3-ün 1 nisbətdə və amonyakdan da 4 mol alınacaq. Yəni 2 dəfə çox. Alınan amonyakın mol sayını soruşur. Cavabımız B var.